أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين بارئ الخلائق أجمعين ثم الصلاة والسلام على سيدنا محمد اللهم صل على محمد وآل محمد وآله الطيبين الطاهرين سيما بقية الله في الأراضين ناموس الدهر حجة ابن الحسن قال الله في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إن الله يأمركم أن يودوا الأمانة إلى أهلها وإذا حكمتم بين الناس أن تحكموا بالعدل صدق الله العلي العظيم. İbadat dualarımızın qəbul olunmağından ötəri Peyğəmbər və ailəsinə səlavat edək. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Allaha and verək izzət və cəlalına. Allah bu mübarək cümə gününü bizlər üçün mübarək qərar versin. Allah bizi bağışlamamış dünyadan aparmasın inşallah. Allah xəstələrimizə şifa versin inşallah. Allaha and verək izzət və cəlalına, dünyada müsəlmanları qalib, düşmənlərin məğlub eləsin. İslam adı altında fitnə törədənləri məhvunabud eləsin inşallah. Mübarək aydır, mübarək Ramazan ayıdır və mübarək gün, cümə günü. Üzümüzə artıq ən gözəl fürsətlər, gözəl anlar gəlir, qabaqdan Qədr gecələri gəlir. Allaha and verək izzət və cəlalına bizləri bu gecələrdə bağışlasın inşallah. Mübarək gecələrdir, bu gecələrə insan necə daxil olmalıdır? Allah yanında ən gözəl anlardır. Ən gözəl anlar, ən bərəkətli anlardır. Qədr gecəsi ən bərəkətli anlardır insanın həyatında. Müsəlman, mömin insanın həyatının ən gözəl fürsəti Qədr gecələrindədir. Biz hədislərdən, Quran ayələrindən bunu başa düşürük. Həzrəti Peyğəmbər buyurur: "Mən qamə leylətəl qədri imanən və ihtisamənğufirə ləhu ma təqəddəmə min zənbi." Həmən gecəni o niyyətlə Allaha üz tutsa, bağışlanmaq üçün gəlsə, Allaha üzün tutsa və əqidəsi bu cür olsa ki, Allah məni süfrəsinə dəvət edib və məni bağışlayacaq, Allah mənə vəd verib və gəlsin Allahın qabağında dayansın, buyurur, Allah onun keçmiş günahlarını da bağışlayar. Bu Peyğəmbərin və Allahın bizə verdiyi vəddir. Allah mütəal bizə vəd verir, onun elçisi, onun nümayəndəsi bizə çağırış eləyir. Buyurur, bu cür gəlin Allahın qapısına. Qədr gecəsinə bu cür hazırlaşın. Əməlləri var, əməlləri eləyəcəyik Qədr gecəsində. İndi o Qədr gecəsinə daxil olmaq üçün bir hazırlıq olmalıdır. Biz bir hazırlıqla daxil olmalıyıq həmən gecəyə. İnsan diqqət eləməlidir. Diqqət eləməlidir, hazır şəkildə gəlsin, daxil olsun Allahın o mühüm dəqiqələrinə, o anlarına, o məğfirət süfrəsinə daxil olsun. Allah mütəal vədinə xilaf çıxan deyil. Allah vəd veribsə, biz bunu belə də bilək, Allah mütəal orada bizi qarşılayır. Biz Allahın qapısına necə getməliyik? Onun hökmləri ilə, onun qoyduğu qayda qanunlarla, onun kitabı ilə. Qurani Kərim bu gecənin nazil olan kitabıdır
Qədr surəsində oxuyuruq, həmən gecədə nazil olan kitabdır. Biz o kitabla gedirik, başımıza da o kitabı qoyuruq, mənası budur, ilahi, sənin hökmlərinə riayət eləyərəm, sənin qayda qanunlarını başımın üstündə tuturam, başımın üstündədir, baş üstə ya Rəbbim. İndi bunu başa düşməyənlər var. Bunu başa düşməyən nə qədər adamlar var, onlar deyirlər, sən robot kimi olmalısan. Cins şalvar geyinmişsən, Quranda yazılıb cins şalvar geyinmək. Bu nə düşüncədir? Onda gərək İslama belə baxaq. Filan şey Quranda yoxdursa, demək qutardı. Sən başıva Quranı qoymusan, oldun müşrik. Vəssalam, sən başıva Quranı qoymusansa, vəssalam, olmaz. Bu nədir, neyinirsiniz, nə oyun çıxardırsınız? Bu, ən gözəl qaydadır, ən gözəl Allahın buyurduğu bizə, biz həyatımızda yaxşı yollar qoymalıyıq, cığırlar açmalıyıq. Ən gözəli budur, Allahın kitabını qoyasan başının üstünə. Ədəbiyyat kitabını qoymayacam ki. Quranı qoyacam da, mən Allahla Allahın kitabını qoyacam başıma. Bunu başa düşmək o qədər çətindir. Hər iki addımdan bir Subhanallah, Subhanallah deyəsən, o Quran başa düşmək deyil, o dildə Subhanallah demək. Elə bugün də görürük. Allahu Əkbər deməklə körpə uşağı dayanasan qabağında deyəsən, çıxardasan xəncəri, hansı bir övücün başını birinci kəsin. Budur İslam. Budur İslam. Budur İslami düşüncə. Budur Peyğəmbərin bizə gətirdiyi kitab. Bu kitab nazil olub həmən gecədə. Hansı kitab nazil olub? Bu vəhşilikdir. Bu vəhşilik nazil olub bizə. Mərhəmət dinidir. Bu din bizə mərhəməti başa salır. Bu gecələr, bu günlər bizə mərhəməti başa salır. Bu gecələr bizə bağışlamağı başa salır. Bu gecələr bunu başa salır. Bu gecələr bizə başa salır ki, sənin haqqın yoxdur la ilahə illallah deyənə neynəyəsən? Deyəsən sənin qanun halaldır. Bu düşüncəni bizə örgədir. Allahın kitabı ilə gəlməliyik Allahın qapısına. Hidayət kitabı bu gecədə nazil olub, bizim hidayətimiz bu günlərdədir, bu gecələrdədir. Biz gərək neyniyək? Bu gecədə bizim hidayətimizdir, hidayət kitabı ilə gələk. Quranla gələk, Quranın hökmləri ilə gələk. Necə elə kitabı əlimdə tutmaqla yox, əməl eləməklə. Mühüm məsələ ona əməl eləməkdir. Quranın hökmlərinə əməl eləməkdir. Allah bizi əbəs yaratmayıb. Biz insan olaraq yaradılmışıq ali hədəflər üçün. Ali hədəf üçün yaradılan varlıq da neynəməlidir? Ali düşüncədə olmalıdır. Ali şeylər düşünməlidir. Ali hərəkət eləməlidir. Onun bağışlanmağı da, onun məğfirəti də o cür olmalıdır. Onun hərəkətləri də, davranışları da o cür olmalıdır. Sən çünki ali varlıqsan. Sən seçilmisən, ayırıb Allah səni məxluqatın içində. Buna görə əzizlər neynəmək lazımdır? Diqqət eləmək lazımdır. Oruc nədir? Oruc barəsində Peyğəmbər buyurur, oruc sizə səmimiyyət gətirər. Allahla səmimi olaq. Öyrənək, Allahla səmimi olmağı öyrənək. Allahla bu gecələrdə, bu gündüz gərək danışaq, oturaq Allahla bu ayda danışaq, səmimi olaq Allahla, səmimi danışaq. Deyək ki, ilahi, mən buyam, bu cürəm. Gec gəldim, çox günahlar elədim, çox səhvlər elədim. Allah, indi ayılmışam, indi gəlmişəm sənin qapıva. Sən vəd vermisən, mən də gəlmişəm, ilahi, səmimi gəlmişəm qapıva. Oruc niyə səmimiyyət? Niyə oruc üçün deyir? Deyir, oruc səmimiyyət gətirər. Neçə zikir var, neçə ibadət var, onlar səmimidir. Zikirlərin içində hansı zikir səmimidir? La ilahə illallah zikri. Çünki riyasızdır. Niyə riyasızdır? Subhanallah desən dodağın tərpənir.
la ilahe illallah desən, dilin tərpənir, cəmaət bilmir, sən zikr eləyirsən ya yox. Bu nədir? Bu riya burada görsənmir. Kiməsə göstərmirsən bunu. Kimsə bilmirsən nə zikr eləyirsən. La ilahə illallah dilin tərpənir. Yavaş eləsən heç kim hiss eləməz. Bu səmimi zikirdir. Orucda namaz deyil əyilib durasan. Həc deyil oturasan samalyota gedəsən. Sən ta özün deməsən mən orucam, heç kim bilməzsən orucsan. Ona görə səmimi ibadətli Peyğəmbər buyurur, səmimiyyət gətirər. Allahla da səmimi olun. Allah bizi buna dəvət eləyir. Buyurur, gəlin və Allah Mütəal bu mübarək kitabda, bu gecədə nazil olan kitabda nə buyurur? Buyurur, fəstəqim kəma umirtə. Bu Quran Hud surəsindədir. Allah Mütəal buyurur, bu Quran gəlib sənə, bu Quranın hökmlərinə əməl elə və bu Quranın bir ayəsi də bizə deyir ki, Allah sənə əmr elədiyi kimi yaşa. Sənə necə əmr eləyib, o cür yaşa. Allahın əmri ilə yaşa. Nədir Allahın əmri bizə? Dinə baxışlarımızı düzəltməliyik. Yanaşmamızı düzəltməliyik. Öz yanaşmalarımızı qoymalıyıq qırağa. Allah əmr elədiyi kimi yaşamalıyıq. Allah bu həyatda bizə neçə dənə əmr eləyib. 3-4 dənə Quran ayəsi siz əzizlər üçün qeyd eləyərəm. Onları Allah bizə buyurur, yəni mən istəyirəm bu cür yaşa. Sənin həyatın, mömin olaraq sənin həyatın bu cür olmalıdır. Bundan ibarət olmalıdır. Sənin həyat proqramın bu cür olmalıdır. Mənəvi həyat proqramın bundan ibarətdir. Buyurur necədir? Birinci ayədə buyurur, İnnəllaha ya'murukum ən tuvaddu əmanəti ilə əhliha. Allah birinci buyurur neynə? Əmanəti əhlinə qaytar. Birinci bunu deyir. Birinci nədir? Əmanətdar ol. Əmanəti qaytar. Əmanəti xəyanət eləmə. Sonra buyurur və izə həkəmtum beynən-nasi ən təhkumu bil-adl. İnsanların arasında hökm elədin, ədalətlə hökm elə. Bu mənim qardaşımdır, bu mənim atamdır, bu mənim filan dərəcəli qohumumdur. Onun xeyrinə qərar vermə. Səhv eləmisən, deyilən üzr istəyirəm, səhv eləmişəm. Mən elədim, səhv elədim. Səhvimi də neynə etiraf elə. Hökm eləyəndə ədalətlə hökm elə. İnsan belədir də, çox vaxt neynir? Nəfs istəyir ki, özünü təmizə çıxardasan. Nəfs istəyir günahı neynəyəsən, boynuva almayasan, boyun qaçırdasan. Bu cürdür nəfs. Allah Mütəal buyurur, hökm eləyəndə ədalətlə hökm elə. Əmanətləri qaytar. Əmanətlər nədir əzizlər? Biz Allah qabağında əmanətlər var, ona qaytarmalıyıq. Canımız əmanətdir, ruhumuz əmanətdir, ailəmiz əmanətdir, uşağımız əmanətdir. Bunlar hamısı bizə əmanət verilib. Sən evləndin, kiminsə qızı ilə həyat qurdun, ailə həyatı qurdun, o sənə bir əmanətdir. Sənə uşaq verəcək, Allah övlad verəcək, o əmanətdir. Quran ayəsində buyurur, qi nəfsəkə və əhlək. Özünü və ailəvi cəhənnəm odundan saxla, qoru. Onları da qoru. Onların da mənəviyyatı səni narahat eləməlidir. Onların da həyatı səni narahat eləməlidir. Buyurur, birinci məsələ Allah bunu bizə buyurur. İkinci nə buyurur? Buyurur, ya eyyuhəllədinə amənu ufu bil-uqud. Neynə? Əhd peymana riayət elə. Əhd peymanın var, insanlarla riayət elə. Allahla əhd peymanın var, riayət elə. Allah nə buyurur bizə? Ey Adəm övladı, oxuyuruq o Yasin surəsi. Yas məclislərində. Görürsən, 80 yaşında ağsaqqal kişi də əzbərləyib Yasini. Deyirsən, namaz qılırsan, deyir, yox. O kişi bir dəfə namaz qılmamışsan, deyir, yox. Yəni, dəyməz, 80 il ömründə sən bir dəfə Allah qabağında səcdə eləməyəsən, dəyməz.
2 dənə ulduz görən kimi əyilirsən. Elə əyilirsən qabağında. 5 qat olursan qabağında, amma nədir? Allahın qabağında bir dəfə alnın səcdəyə dəyməyib sənin. Heç vəfadır, insan öz xaliqinin, raziqinin qabağında mərhəmət sahibi olan Ərhəmər-Rahimin, biz onun mərhəmətinə güvənib bəzən günahlar eləmişik. O rəhimlidir, o bağışlayar, o keçər, o qədər demişik, qəzəb sifətini atmışıq arxaya, o qədər belə eləmişik, rəhmətindən durub günah eləmişik. Elə rəhimli varlığın qabağında insan dursun, bir dəfə səcdə eləməsin, insafdan deyil. Növbəti ayədə nə buyurur? Ya əyyuhəl-ləzīnə amənu la təəkulu əmvələkum beynəkum bil-batili. Növbəti proqramı verir bizə. Birinci dedi Allah Mütəal, mən dediyim kimi yaşayın. Allah buyurdu ki, neyiniyin? Əmanətləri qaytarın. Əhd peymana riayət edin. Hökm eləyəndə ədalətlə hökm eləyin. Sonra buyurdu, bu cür olun. Yiyəndə nəsə yediniz, qazandınız, halal harama riayət eləyin. Rüşvətxorluq, tərəzidə vurmaq və ilaxır və s. hamısı hardan qaynaqlanır? Allahdan uzaq düşməyimiz. Əgər bir həkimin həyatında Allah varsa, o həkim xəstənin başından ayrılar, ayrılmaz. O həkim yalandan gedib lazım olmayan şeylər yazar, yazmaz. Əgər Allah varsa, əgər mənim həyatımda Allah varsa, mən necə olaram? Hər bir insanın həyatında Allah olsa, onda necə olacaq? Nə qədər qayda qanunlar tətbiq eləyirik biz bəşər, konstitusiya, nə bilim, müxtəlif məcəllələr, inzibati xətalar, filanlar, nə qədər varımızdır? Nə qədər? Bütün ölkələrdə hər bir ölkənin konstitusiyası var, qayda qanunlar var, tətbiq olunur. Niyə? Niyə bu qədər qayda qanunları ortaya çıxartmışıq? Məcburuq bunu eləyək. Niyə? Filan şey eləsə, rüşvət alsa budur, rüşvət yiysə budur, oğruluq eləsə budur, cəzası filan. Biz insan olaraq qayıdıb deməmişik, bir dənə Allah həyatımızda olsa, bunlar hamısı həll olunur. Düzgün bir dənə Allah dərk eləsək. Bütün bunlar həllini tapır. Allah olmadığı üçün bu qədər çabalar göstəririk biz. Həyatımızda Allah yoxdur. Allah olmadığına görə bu boyda qayda qanunları bəşər neyniyib çıxardıb ortaya. Əgər bir Allah var, bu olsaydı, bu məsələlər hamısı nə olacaqdı? Həllini tapacaqdı. Filandır, filan yerdə işləyirsən, sən namaz olmaz burada. Niyə olmasın, qardaş? Niyə? Niyə? Məmur niyə namaz qılmamalıdır? Niyə də? Olmaz. Niyə olmaz? Nədir bu namaz? Bu namaz bizi nəyə dəvət edir? Bu namaz bizi hara çağırır? Biz məsələnin həll yolun bəzən qoyub özümüzü neyniyirik? Dağa daşa salırıq ki, neyniyək? Məsələ həll eləyək. Yeganə məsələnin həll yolu odur ki, insan Allahı tanıyaq. Allahı tanısa insan, hər şey həll olunacaq. İnsanlar bir-birindən amanda olacaq. Malları da amanda olacaq. Canları da amanda olacaq. Allah Müteal buyurur ki, bu məsələlərə diqqət elə. Nə yeyirsən ona diqqət elə. Uzun uzadı namaz qılmaqla deyil. Boğazını qorumalısan. Şübhəli maldan qorumalısan. Malığı təmizləməlisən. Başqa yolu yoxdur. Bu yemək boğazdan keçdi, ruhuna təsir qoyacaq. Ruhuna təsir qoyacaq. Salavat hədiyyə eləyək. Allahümmə salli alə Muhammed və ali Muhammed. Ya eyyuhəl-ləzīnə āmenū ittaqullah vəl-tənzur nəfsun mā qəddəmət li-ğədin.
Sonuncu sözü Allah bizə belə buyurur. Allahın sonuncu nəsihəti budur. Deyir, ey insan, nə iş görürsən, axirət üçün nə atırsan, axirətə nə göndərirsən, ondan diqqətli ol. Qorx, o gündən göndərirsən o yana. O gündən qorx, bax gör nə göndərirsən. Hansı əməl göndərirsən. Allah burada ayədə nə buyurur? Deyir ki, sabah üçün. Bugün, sabah üçün nə göndərirsən? Allah bugün, sabah üçün deyir, bugün mənim həyatıma, bugün deyir, axirətə sabah deyir. Və demək istəyir ki, Allah, sabah nə olacaq hələ bilmirsən. Bugün varsan, sabah yoxsan. Bunlar hamısı bu ayənin içində var. Sənin həyatın elə, ömrün elə bugün sabahdır. Bunlar hamısı bu ayənin içindədir. Biraz insan düşünsə görər ki, Allah mənə demək istəyir ki, elə sənin ömrün bu 2 gündür. Bugün varsan, sabah yoxsan. Bugün nə elədin, bugün elə. Gözləmə sabahı. Bilmirsən nə olacaq. Allah Müteal bunları bizə buyurur, bu tövsiyələri verir və əzizlər, bir də ən mühüm məsələ, biz bəzən onu neynirik? Arxa plana atırıq. Biz çoxlu zikirlər eləyirik, çoxlu əməllər eləyirik bəzən, amma məsələnin həlli hardadır? Gündə 5 dəfə qıldığımız namazda. 17 rükət vacibat və 51 rükət o müstəhəbbatla hələ işim yoxdur. O 17 rükət vacib namazdadır bizim müşkülümüz. Bütün müşküllər oradan qaynaqlanır. Bütün müşküllər. Ayədə nə buyurur Allah? O namazın şəklin bizə deyir, o namaz necə olmalıdır? Biz Allah dediyindən sonra qayıdıb öz namazımıza baxırıq, görürük ki, bəli, biz əslində bunu dərk eləməmişik. Bunu düz anlamamışıq. Nədir o ayədə buyurur? Hafizu aləs-sələvati vəs-sələtil-vusta vəl-qumu lillahi qanitin. Allah Müteal buyurur ki, namazlarınızı hifz edin, qoruyun. Qoruyun namazlarınızı. Namazı qorumaq vacibdir. Buyurur, namazınızı qoruyun. Xüsusən orta namazı o dövrdə hava isti olurdu. Nə edirdilər? Deyirdilər ki, hava istidir, məscidə gəlmirdilər. Peyğəmbərə dedilər, hava çox istidir, gələ bilmirik məscidə. Quran ayəsi nazil oldu, namazlarınızı qoruyun, xüsusən orta namazı qoruyun. Və belə də baxanda nədir? İnsanın günündə nədir? Günün ortasında sən gündə 5 dəfə nə edirsən? Ruhuna təharət verirsən. Gündə 5 dəfə gəlirsən, Allahın qabağında dayanırsan. O müəssə rəhbərin əgər səhər bir dəfə görsən, axşamacan görməsən, bildiyi eləyərsən. Çox vaxt belədir də. Görürsən, neynir? Gəlir, işçilərin gözünün qabağında fırlanır. Öyle dostumuz var. Deyir, onunla çıxırdıq, deyirdim ki, gəldi, oturdu, məndən bir yerdə, dedim, hə, maşını saxladın ki, elə bilsinlər buradasan. Hə, məcburdur, neynəsin? Bir an onsuz özünü görəndən sonra nədir? Bildiyin eləyir. Biz 5 dəfə niyə gəlirik Allahın qabağında dayanırıq gün ərzində? O 5 dənə namazda gəlib Allahın qabağında niyə dayanırıq? Xüsusən də deyir, orta namaza diqqət elə. Yəni, günün ortasında gəldin, bir Allahla üz-üzə dayandın, Allahla danışırsan, Allahla bir həya eləyəcəksən, bu sənin ruhun təharətidir. Yəni, ilahi bir əməli görəndə, bir işi görəndə deyəcəksən ki, indi mən Allahla danışmağa gedirəm. Allahla münacata gedirəm. Mühüm məsələdir namaza diqqət eləmək. İnsan neyniyir? Baxın, bu həmən hafizu kəlməsinin qabağında dayanan neçə dənə kəlmə var? Ada-o-səlatdır. Namazı neynəmək? Zayi eləməkdir. Və yaxud da nədir? İstighfaf-o-səlatdır. Namazı neynəmək? Yüngül saymaq. Namazı yüngül sayasan, Quran ayəsi buyurur ki, Məryəm surəsində
və adaus salata və təbə'uş şəhavat. Onlar namazı zayi elədilər. Sonra nə oldu? Demir və təbə'umuş şəhavat. Birinci demir şəhvətlərinə uydular, namazı da zayi elədilər. Demir həvaya nəfsinə uydular, namazı da zayi elədilər. Deyir namazı zayi elədilər, nəfsinə uydular. Yəni namazı qorumadılar, nəfsinə uydular. Namaz düz olmadı, nəfsə uydu. Namaz, paltar. Bu paltar nə üçündür? Qışda o bir dənə qəşəng palto alıb geyinirsən, qəşəng qalın köynək geyinirsən, pencək alırsan, geyinirsən, o səni soyuqdan qoruyur, elədir? Sən o paltarı qoruyursan, ya yox? Sən də paltarı qoruyursan. Sən paltarı qorumasan, o paltar yansa, o paltar cırılsa, o paltar xarab olsa, qışda onu geyinə bilərsən, o səni qorusun. Yox. Sürdüyün avtomobil, sən onu qoruyursan ki, o sənə xidmət eləsin. Ruhumuz belədir. Namazı qorumalıyıq ki, namaz neynəsin, bizə xidmət eləsin. Biz namazı qorumasaq, biz namaz üçün çalışmasaq, diqqət eləməsək, elə duraq, elə belə namaz qılaq, o namaz bizi düzəlsin, düzəltməyəcək. Biz o namazı qorumalıyıq, o bizi qorusun. Məsələ budur. Buyurur, diqqət eləyin. Diqqət eləsəz, nədir səhlənkarlıq? Səhlənkarlıqlar hardan qaynaqlanır? İnsan neynir? Namaza səhlənkar yanaşır. Müxtəlif səbəblər var. 50-yə kimi alimlər səbəblər yazıblar. Mən bir neçəsinə işarə edirəm. Onlardan biri nədir? Valideynin diqqətsizliyi, məsələn, ailədən götürsək, valideynin diqqətsizliyi. Ya namaz qılmır, ya özü namazına diqqət eləmir, ya da övlad diqqət eləməyəndə ona diqqət eləmir. Bu sabah o övladın da həyatında neyniyəcək, özünü göstərəcək. Namazı zayi eləməyə gətirib çıxardacaq, səhlənkar olmağa gətirib çıxardacaq. İkinci nədir? Rəftarında, insanın rəftarında. Sən namaz qılan, sən nə cür rəftar eləsən, sənə baxacaqlar, bəzi insanlar ondan deyəcəklər ki, belə də namazdır da bu cürdə, nə olsun? Uşaq görsə valideynindən, deyər, elə namaz budur da, durdun, elə 2 rükət, qaça-qaça getdin, əyildin, durdun, gəldin, yatdın və səlam. Yox. Üçüncü nədir? Namazın fəlsəfəsini başa düşməmiş. Namazın fəlsəfəsini. Deyir, axı mən namaz qıldım, qılmadım. Allahdan nə azalır, nə çoxalır. Allahın mənim namazıma ehtiyacı var? Yox. Sənə sual verir, Allah namazıma ehtiyacı var? Deyirsən ki, yox. Dünən bir yerdə idim, çox yaşlı bir kişidir. Deyir ki, Allahın bizim orucumuza ehtiyacı yoxdur, filan yoxdur, filan yoxdur. Deyirəm, ay əmi, Allahın ehtiyacı yoxdur, bizim ehtiyacımız var. Bizim ehtiyacımız var. Biz Allaha çatmaq üçün ehtiyacımız var oruca. Namaza ehtiyacımız var Allaha çatmaq üçün. Sən Allaha çata bilmirsən axı onsuz. Bizim ehtiyacımız var Allaha çatmaq üçün. Allahın bizdən istəyi ona çatmaqdır. Vasitə budur. Bizim buna ehtiyacımız var. Baxın, əzizlər, diqqət eləməliyik. Diqqət eləməliyik. Namazın fəlsəfəsi nədir? Ruhumuzu yuyur, paklayır, təmizləyir bizi. Ruhumuzu paklayandır. Peyğəmbər buyurur, İnnəs-sələtə tənhənil fəhşəi vəl-münkər. Namazdır sizi pislikdən çəkindirən. Qoy özümü düzəldim, namaz qılaram. Qılmayacaqsın. Özüm düzəldim, hər şeyi qoyum qırağa, hər şeyi qaydasına qoyum, namaz qılacam. Yox, qılmayacaqsan. Namazı qılmalısan ki, onları qırağa qoyasan. Namazla onları qırağa qoya bilərsən. Namazını qorumalısan ki, sən pis xüsusiyyətləri qırağa qoyasan. Nöqsan olan xüsusiyyətləri qırağa qoyasan. 4 nədir? Buyurur ki,
tənbəllikdir. Səbəb olur insan neynəsin? Zay eləsin, durur bir dənə baxırsan ki, əzizim, bir dənə qalxsan, üzvə bir ovuc su vursan, yuxun qaçacaq. Çətini nədir? O üstündən götürəsən o paltarı, bir dənə gələsən, bir su vuran kimi üzvə qaçır, o yuxu gedir. Və çətini odur, insan üçün neynəsin? Bir addım, səndən bir addım istəyirlər, bir qalxasan ayağa, gələsən. Baxın, bu tənbəlliklər bəzən olur, deyir, səbəb olur, nədir? İnsan səhlənkar yanaşır. Duası qəbul olunmur, istəyir ki, elə dərhal duası qəbul olunsun. Qəbul olunmur, deyir, day, duam qəbul olunmur, day. Nə faydası var bu namazın? Yox, əzizim, sən duan da qəbul olunmasa, nə var? Duan qəbul olunmasa, Allahın bir məsləhəti var. Hansısa bir hacətin yerinə yetməsə, Allahın məsləhəti var. Allah nə cür məsləhət bilsə, o cürdə olacaq. Bəzən də elə namaza səhlənkar yanaşmağımız səbəb olur ki, dualarımız qəbul olunmur. Namazımız yerində deyil ki, dualarımız da qəbul olunmur. Həzrəti Peyğəmbər buyurur ki, xanım Zəhra salamullahi aleyhaya deyir, neçə şey var, onlar nədir? O şeylər namaza diqqətsizliyin nəticəsidir. 15 şey sayır Peyğəmbər, mən bir neçəsinə işarə edirəm. Peyğəmbər buyurur, birinci nədir? Ömrünün bərəkəti gedər aradan. Bir insan namaza diqqətsiz olsa, ömrü bərəkətli olmayacaq. Alimlər var, həyatına baxırsan, ömrünü hesablayırsan, yazdığı əsərlərlə düz gəlmir. Deyirsən, bir adam necə bu qədər, yəni bu qədər əsər necə yarada bilər? Ömrü o qədər bərəkətlidir. İnsan var cəmiyyətdə, o boyda xidməti var, baxırsan, görürsən ki, o deyirsən, bu necə çatdırır bunu? Necə eləyir bunu? Çünki Allah bərəkət verir. Allah ona xüsusi çox ola bilər, ha? Həzrəti Peyğəmbər buyurur, ikinci nədir? Malın bərəkəti. Mal say olaraq çox ola bilər, amma bərəkəti olmaz. Çoxlu pul qazana bilərsən, milyonu ola bilər, amma bərəkəti olmaz. Bərəkət nədir? Allah dediyi kimi, Allah istədiyi yerdə də onu istifadə edə bilməyəcək. Axirəti üçün bir pay götürə bilməyəcək. Bərəkəti olmayacaq. Bərəkət odur. Bərəkət oradan olan nəsibidir. 1000 dənə yerə xərcləyəcək. Neyəcək? Daşdan binalar, imarətlər tikəcək. Sayın hesabın bilməyəcək. Nə oldu oradan nəsibi? Heç nə, bu dünyada qaldı, öldü, getdi. Nə apardı axirət üçün? Heç nə. Peyğəmbər buyurur, üçüncü nədir? Duası qəbul olunmaz. Bir insan namaza səhlənkar yanaşsa. Dördüncü buyurur ki, bu dünyadan zəlil və xar köçəcək. Əgər bir insan namaza səhlənkar yanaşsa. Bir insan namazın o qaydasın, hansı qayda? O mənəvi qaydadan söhbət gedir. Təcvid qaydasından söhbət gedir. Bəli, namazda qiraət şərtdir. Namazın düzlüyü üçün qiraət düz olmalıdır. Amma səndən təcvid istəmirlər, sən ərəb deyilsən. Sən neyniyəsən? O cür o qarilər kimi təcvidlə həmd surəni oxuyasan. Səndən onun mənəvi tərəfini istəyir Allah. Neyniyəsən? Onda özünü Allahın qabağında hiss eləyəsən. Buyurur ki, heç bir əməli qəbul olunmaz. Əgər namaza səhlənkar yanaşsa və yaxud da ki, qılmır namazı. Quran ayəsi bizə buyurur, Allah Mütəal bir dəstə olacaq, əməlləri də var, gələcəklər, deyəcəklər ki, ma sələkəkum ilə səqər. Nə səbəb oldu siz cəhənnəmə düşəsiz? Deyəcəklər, və ma minəl musəllin. Bu Quran ayəsidir. Biz namaz qılmadıq. Biz namaz qılmadıq. Bəli, əməllərin
təsiri var, yaxşı işlərin təsiri var. Allah buyurur, zərrə qədər yaxşı iş görsəndə təsiri var. Yəni cəhənnəm odumu azaldar. Amma namaz burada nədir? Şərtdir. Mən hər şeyi düzəldim, qəşəng yığım, hər şey əlimdədir, gəlim, samalyota minirəm. Deyirlər ki, bileti uzat, elə görə biletin var. Namaz budur. Namaz açardır. Hər şeyin açarı namazdır. Peyğəmbər buyurur: "İn qubilət qubilə ma sivaha, in ruddət və ruddə ma sivaha." Əgər o qəbul olunsa, qalan əməllər hamısı qəbul olunacaq. Əgər o qəbul olunmasa, başqa əməllər də qəbul olunmayacaq. Namazımız düz olsa Qədir gecəmiz də qəbul olunacaq, orucumuz da qəbul olunacaq, verdiyimiz sədəqə də qəbul olunacaq. Namaza diqqətlə gəlsək, bunlar hamısı qəbul olunacaq. Hamısı qəbul olunacaq. Diqqətimiz oradan olmalıdır. Biz başqa yerlərə getməyək. Mühafizə eləyin, qoruyun deyir namazı. Necə qorumaq? Baxın əzizlər, bunlara diqqət eləyək, söhbətimi tamamlayıram. 1. Vaxtında namazı qılmaq. Vaxtında. Çalış, bugündən vaxtında qıl. Namazı vaxtında qıl. Yol gedirsən, niyə sənin maşınında bir də möhür olmamalıdır? Niyə sənin səccadən olmamalıdır maşınında? Nə çətin bir şeydir ki, aldım bunu qoydum, namaz vaxtıdır, yolumu elə salıram, gedim filan məsciddə namaz qılım. Məscid yoxdur, verdim maşını bir qıraqda namazımı qıldım. Nə çətindir bunu eləmək? Vaxtında namazı qılmaq, diqqətlə qılmaq, diqqətini kökləyəsən namaza, başqa yerlərdən çəkəsən, 5 dəqiqə diqqətini cəmləyəsən. Sonra buyurur ki, çalışın cəmaatla qılın. Çalış cəmaatla. Görürsən filan yerdə cəmaat namazı qılır, get orada qıl. Elə evdə adam var, görürsən ki, evindən məscidə heç 2 ev məsafə yoxdur. Məscidə gəlmir, namazın evdə qılır. Buyurur ki, cəmaatla qıl. Namaz nədir? Daim Allahla irtibatda olmaqdır. Nə kimi lazımdır bizə? Hava, su kimi lazımdır. Elədir. Niyə yoruluruq namazda? Niyə? Yemək bişirmək çətin iş deyil. Yemək bişirmək çətin deyil. Hər gün durursan, yemək hazırlayırsan, gedirsən, produkt alırsan, marketdən gətirirsən, filan eləyirsən. Biz ki, o yeməyə ehtiyacımız var hər gün sevə-sevə onun dalısıca qaçırıq. Biz elə zaten ona görə özümüzü əziyyətə salırıq. Böyük ağır işlərin altına niyə giririk? 5 manat çörək pulumuz olsun, biz yemək yiyək. Bu yemək üçün bu cür çalışırıq. Bizim bir mənəvi qidamız var, o namazdır. Namaz da bu cür lazımdır. Biz namaza ehtiyac duymuruq. Müşkülümüz odur. Biz əgər ona ehtiyac duysaq, o nə olacaq? Bizim həyatımızda o yemək üçün çalışdığımız qədər onun üçün də çalışarıq. Allaha and verək, izzət və cəlalına. Allah Mütəal bizi həqiqi namaz qılanlardan qərar versin. Allah elədiyimiz ibadətləri qəbul eləsin. Allah and verə izzət-i cəlalına, o dualar ki, xeyrimizədir, yadımıza düşmür, Allah haqqımızda imza eləsin inşallah. İlahi pərverdigar-ı aləm sənə and veririk, izzət və cəlalıva bizi bağışlamamış bu dünyadan aparma. İlahi namazın dadını bizə dadızdırmamış bizi bu dünyadan aparma. İlahi xəstələrimizə tezliklə şifa ver. İlahi müşküldə olan əzizlərimiz var, müşkülləri var, xahiş eləyirlər, dua eləyək. İlahi tezliklə müşküllərin həll elə. İlahi vətən keşiyində olan əzizlərimizi qanim, salim istəklərinə yetir. İlahi pərverdigar-ı aləm dünyada müxtəlif yerlərdə köməksiz qalan insanlar var, çətinlikdə olan insanlar var.
nahaqqa axan qanlar var. İlahi Pərverdigar-ı aləm düşmənin hiləsini öz başlarına qaytar. İlahi onları məhv nabud elə. İlahi Pərverdigar-ı aləm sənə and veririk, İzzət və Cəlalıva İmam Zaman ağanın zuhurun təcil elə. İlahi vətən keşiyində olan əzizlərimizi qanim salib istəklərinə yetir. İlahi vətəndən qıraqda olan əzizlərimizi qanim salib istəklərinə yetir. İlahi Pərverdigar-ı aləm millətimizin, xalqımızın nə qədər düşmənləri var, daxilində, xaricində mənəvi düşmənləri məhv elə. İlahi Pərverdigar-ı aləm səni and veririk, İzzət və Cəlalıva bizim bu günlərimizi xeyirli, bərəkətli qərar ver. Bütün dualarımızın qəbul olunmağından ötəri Peyğəmbər və ailəsinə səlavat edək.